İnformasiyanı alıb deyir. Bağlı görürəm. Yəni ki, açıq həyatda onu görmürəm. Yəni ölü demirəm ha. Yəni törmə də deyəsən belə bir yer görürəm. Saniyələr müddəti olub ki, sizin həyatında qalmağının. Yəni ki, qalmağınız. Yəni bu cür bir şeylər. Elə biliblər ki, siz uje ölmüşsünüz. Uşaq üstünə gedibmi, ayrılmaq istəyibmi, nəsə səs küyləri olub. Onun əhatəsində ona da vurub qaçmaq istəyiblər. Yəni onu da vurub qaçıblar. O momentdə onun özü bilməyib nə edibsə. Yəni ki, imini mən gedib öldürərəm, yox. Mən gedib bunları uğurlayaram, bunları götürərəm. O momentdə uyanmış bir vəziyyət olduğuna görə aradan çıxa bilməyib və ona görə də vuran momentdə yenə də bir qız xeylağa deyəsən qızımızdır. Gələndə onu da dayan odarı görürəm və bu cür məsələ olduğunu hiss edirəm. Beləcə gəlib çatdıq növbəti həftənin seçim mərhələsinə. Bugün də hər həftə olduğu kimi bizim iştirakçılarımız tamaşaçılar tərəfindən böyük ajotajla qarşılandı. Təbii ki, ekspertlərimiz bugün iştirakçılar haqqında öz mövqelərini də bildirəcəklər. Həmişə olduğu kimi bugün də bizimlə bərabər ekspertimiz Respublikanın tanınmış ekstrasensi Elşən Məmmədov və tapşırıqlarda bizimlə yaxından iştirak edən və mənə aparıcı qismində bir tapşırıqda yardımcı olan müğənni Əbdülxalid və digər tapşırıqda bizimlə bərabər olan Amalə Cəfərli evində baş verən cinayət hadisəsi ilə bağlı tapşırıqda bizimlə bərabər olub və onu da salamlayırıq. Ekspertimiz Elşən Məmmədov rayal arxasında digər istedadını, bacarığını nümayiş etdirirdi. Bizim ekstrasenslərimiz isə Elşən Məmmədovla bərabər digər finalçılarımız təbii ki, Ekstra 2-3 müsabiqələrinin qaliblərinin içərisində Elşən Məmmədovu müəyyən eləməliydilər. Elşən mənə bu barədə danışmamışdan öncə aparıcı qismində mənə köməklik edən Əbdülxalidin fikrini öyrənək. Çox maraqlı oldu mənə. Burada Hicran xanım, bilmirəm, orada hansı xanım idi onunla hissiyatları? Tamila xanım. Hə, Tamila xanımla nəsə orada qüvvələri güləşirdi. Yəni ki, çatdıra bilmirdi informasiyanı. Bir də nəsə ağa deyirdi, nə deyirdi, o nəsə çağırdı, gəlmədi, neynəmədi. Yəni bu da bir, yəni mənim aləmində heç nə oldu. Günay da deyərdim ki, ümumi danışdı. Yəni ki, mən sadəcə orada yenə deyirəm, orada çalğıdan bilinirdi ki, bunu qadın yox, kişi ifa eləyir. O da deyir ki, mən bunu kişi görə bilirəm, vəssalam. Başqa informasiya demədi. O da məlum məsələdir. Nina xanım, Sofa xanım da ümumi danışdılar, amma tam ətraflı, açıq deyəcəm, tam konkret olaraq mənə Nacim ləzzət elədi. Çünki nəyə görə? Çox xoşuma gəldi. Nacimin birincisi, Elşən müəllim haqqında ilk dəfə bu dedi ki, məsəl üçün, düzdür, Sofa xanım da dedi, ağ saçları, onun yaşını dəqiqliklə ki, yazdı. Amalə Cəfərli evində baş verən cinayət hadisəsi ilə bağlı tapşırıqda bizimlə bərabər olub. Birinci ekstrasens gəldi, bizdə Daşdəmir. Ümumiyyətlə Daşdəmir hadisəyə yaxınlaşmadı, hadisə barədə heç nə demədi. Ümumiyyətlə Həsən hadisə barədə susdu və heç bir bəyanat verə bilmədi, səbəb göstərmədən Həsənlə də narazı gedibdik. Xanım, Hicran xanım çəkiliş boyu özünü itirmişdi. Hadisə barədə ümumiyyətlə yox, öz həyatı barədə danışırdı. Nadim deyərəm ki, böyük əminliklə, bəlkə də bu oyunda sizdə qaliblərdən Nina xanımla eyni bərabər gücə malikdir və qalib ola bilmək şansı böyükdür. Nadim çox gözəl içəri girən kimi informasiyanı, bəlkə də oradakı avranı, orada baş verən cinayəti çox gözəl gördü, hissiyyəti ilə. Gözəl də hadisə necə baş verib dedi. Nina xanım evimdə baş verən cinayət hansı tərəfdə, harda, hansı istiqamətdə, necə udar, hətta kimin kimi itələməyinəcən də dedi. İndi də ekspertimizin fikrini öyrənək. Hər iki tapşırığa, birinci təbii ki, özünün rəhbərlik elədiyi tapşırıqdan sonra. Demək, salamlayıram tamaşaçıları. Başlayaq Həsəndən.
Demək, Həsəndə həqiqətən də nəsə var, amma bu həftədə Həsən öz his klapanlarını aça bilmədilər. Ümumiyyətlə, bu 4 nəfər, Həsən, Günay, Hicran, Daşdəmir, bu həftə üçün mən, məsəl üçün, Həsəndən bunu gözləmirdim, zəif verdi. Günaydan gözləmirdim, tam almaq istəyirdim, hisslərini zəif verdi. Amma həm üz cizgilərinə görə, həm sol gözlərinə mən bunların baxıb, yəni Nina, Nadim və Sofa haqqında ayrıca demək istəyirəm. Şəxsən mənim üzərimdə keçirilən bu yarışmada Nadimlə Sofa xanım məni çox özlərinə cəlb elədi. Kim bu həftənin qalib olacaq? Zəhmət olsa şəkilləri təqdim ediyorum. Mənə verir bilərsiniz. Mən yenə də öz fikrimdə Nadim və Sofa. Sofa xanım, ümumiyyətlə, mənim özüm barədə, hadisə barədə yox, mənim özüm barədə. Onda niyə saxlayırsınız şəkili? İkinci yer. Təbii ki, bu mövzuda mənim də öz səs vermə hüququm var. İndi isə bu layihəni tərk edəcək insanın foto şəklini mənə təqdim edir. İmkanım olsaydı 2 nəfərim deyərdim. Yox. Getməyin. Bir. Can Daşdəmir, sən get bala. Ümumiyyətlə, mən indiyə kimi yarışmalarda belə bir Zəif həmişə çox çətinliklə çıxan oyunçunun şəklini verirəm. Amma bu yarışmada belə çox məmnuniyyətlə Daşdəmirin şəklini verirəm. Özünü başqa sahələrdə sınasa yaxşıdır. çox gülüm. Necə gəlib çatdıq bu həftənin final mərasiminə. Bu sarayda sizi toplamaqda məqsədimiz bir daha bundan ibarətdir ki, həftəyə yekunu vuraq. Tapşırıqlarımız olduqca çətin və maraqlı idi və hər biriniz özünüzə məxsus hissiyatınızla tapşırıqlara münasibət bildirdiniz. Xüsusən vurğulamaq istəyirəm ki, Nadimin, Nina xanımın, Hicran xanımın, Həsənin, Günelin və Sofa xanımın iştiraki xüsusi vurğulanıb. Amma kimin hansı dərəcədə birinciliyi uğrunda, bu həftənin birinciliyi uğrunda mübarizə apardığını isə təbii ki, münsiflər heyəti müəyyən edib. Diqqətimizi yetirək, görək, münsiflər heyəti bu həftənin birincisi kimi elan edir. Bu həftənin birincisi Nadim, təbrik edirik. Bu kişidir. Yaşda məndən böyük hissdir. Neçə yaş verərsiniz təxmini? 32-33 arası. Qara boğdalı mənim sifət quruluşunda hiss edirəm bunun sifəti. Bu tikilmə ya da belə bir özünə aid olan bir ev halında görsənən bir nəsə bir özünə bir şey də eləyib bu yaxınlarda. Bu şəkili məni gözə aparır, nəsə orada remont, zad gedir evlər, həm də televiziya. Qalmaqallarda görürəm çoxlu, özdə qadınla əlaqəli qalmaqallarda olub. 2 dəfə bu qalmaqala düşdüyünü görürəm. Bu yaxında olan qalmaqalda hiss edirəm. Bundan da bu il ərzində, 1-12 ay ərzində. Ondan da əvvəl başqa bir qalmaqallarda olduğunu görürəm. Ailə elə bir ki, boş görürəm bu insanı. Hal-hazırda sublay kimi görsənən bir halında da onu tuta bilmirəm, ailəlidir ya yox. Bu elə bil ki, balacalıqda çox əziyyət çəkən bir adam görürəm. Alver, zat, belə şeylərdə baş olduğu bir insan görürəm. Ticarətdə, riski dönüb başqa bir sahəyə. Bu sahədə cəmaatın, ictimaiyyətin içində olan bir sahədir. Mikrofona aid olan bir sahədir. Ya bu jurnalistdir, ya da müğənnidir. Konkret götürə bilmirik. Onun özü də oturub belə gözləyir, gülürük.
görür. Hə,